Salam hörmətli müəllimlər və şagirdlər. Bu günləri biz sizlə Codera kitabından Python 11.3-ün testlərinə baxacağıq. Gəlin vaxt itirmədən testlərə baxaq. Deməli, birinci sualda deyir ki, verilmiş x tam ədədi üçün 50-dən böyük olub 3-ə bölündüyü hansı şərti ifadə ilə göstərmək olar? Yəni bizim ifadəmiz 50-dən böyük olsun, x-imiz 50-dən böyükdür və 3-ə tam bölünür. Bunu and-lə göstərməliyik. Yəni x faiz 3, yəni x-imiz 3-ə bölünür, tam bölünür və 50-dən böyükdür. Bunu and-lə göstərməliyik. Cavab olur A variantı. İkinci suala baxırıq. Deyir ki, x böyük bərabərdir 30 şərti ilə eyni, yəni ekvivalent. Ekvivalent yəni bərabər olan məntiqi ifadəni müəyyən edin. Artıq burada belə baxırıq ki, x böyük və ya bərabər deməkdir də bu. X böyük bərabər deyirik. Yəni x ya 30-dan böyük olsun. Məsələn, x 31 ola bilər, 32 ola bilər və s. Və müsbət sonsuzluğa doğru. Və yaxud da x-imiz 30 da ola bilər. Yəni bu şərtlər hansı olsa, buna görə bizim ifadəmiz belə olacaq ki, x böyükdür 30-dan or x bərabərdir 30-a. Yəni cavab olur C variantı. Üçüncü suala baxırıq daha sonra. Deməli, verilmiş fraqmentdə 3 nöqtənin yerinə hansı operator olacaq? Biz baxırıq, burada bizə if verib, ifin qabağında şərt, daha sonra aşağıda bir əməliyyat, operator verib icra etmək üçün. Daha sonra aşağıda iflə eyni altda burada qoşa nöqtələr verib və qoşa nöqtənin qarşısında da nöqtələrin qarşısında da qoşa nöqtə qoyub. Baxın, 2 dənə qoşa nöqtəmiz var. Ifin altından həmişə nə olur? Else. Yəni hər bir ifin else olur. Düzdür, else olmayan iflərdə elsiz də if yaza bilərik. İndi bu sözüm yanlış çıxmasın. Amma belə deyək ki, artıq burada if yoxdur deyə başqa, məsələn, burada A variantında məsələn if olsaydı, biz bura if də qoya bilərdik. Amma if yoxdur cavabımızda. Ona görə else qoya bilərik. Aydındır. Biz else qoya bilərik bura. Yəni cavab olur C variantı. Dördüncü suala baxaq. Hansı proqram fraqmentində səhv yoxdur? Gəlin baxalım. A bəndində səhv hansıdır? Burada operatorun qabağında qoşa nöqtə qoyub. Bu səhvdir. Burada ifin qabağında qoşa nöqtə qoymayıb. Bu da səhvdir. D-yə baxaq. D-də yenə ifin qabağında qoşa nöqtə qoymayıb. Əvəzində aşağıda qoyub qoşa nöqtəni. Bu da səhvdir. Yerdə qalır C variantı. C-də hamısı düzdür. Baxın, ifin qabağında qoşa nöqtələr var və aşağıda da əməliyyatlar gedir. Doğru cavab C variantı. 5-ci suala baxaq. Deməli, num dəyişəninə 7 verib. Deyir, əgər num böyükdürsə 3-dən, yəni 7 böyükdürsə 3-dən, deməli 7 böyükdürsə 3-dən, onda print 3. 7 3-dən böyükdür, bəli, onda 3 ekrana çap olunur. 3 çap olundu, bax yazıram bura 3. Sonra düşürəm aşağı. 7 kiçikdir 5-dən, 7 kiçikdir 5-dən, xeyr. 7 5-dən kiçik deyil. Burada müqayisədir. Artıq 7 5-dən kiçik olmadığına görə bu ifin altında olan heç bir şeyə baxmıram. Heç bir əməliyyata baxmıram və mənim proqramım sona yetir. Deməli, cavab olur sadəcə 3. 5-də 3 olur A variantı. Daha sonra 6-cı suala baxaq. Python ilə yenə yazılmış proqram nəticəsini müəyyən edin. If 7 bərabərdir 7.0. Baxın, 7 yəni 7.0-a bərabər. Sadəcə bu int tipində verib, bunu float tipində verib. Yəni bu bizi çaşdırmasın. Bir-birinə bu ədədlər bərabərdir. 7 bərabərdir 7.0. Bizə indi burada sual verir. If 7 bərabərdirmi 7.0-a? Sualı budur. Biz də deyirik hə. Yəni bu şərt ödənildiyinə görə biz keçirik print A-ya. Yəni A-nı çap edirik. Daha sonra deyir 7 düşürük aşağıdakı ifə. 7 böyükdür 7 0-dan. Xeyr, 7 7-dən böyük deyil axı. Ona görə yenə aşağıdakı ifə keçirik. Deyir 7 kiçikdir 8-dən. Bəli, 7 8-dən kiçikdir. Artıq keçirib buradakı C-ni çap edirik. Sonra proqramımız bitir. Bura ödəndi deyə da else baxmırıq. Elə C-ni çap etdik. Cavabımız oldu A və C. Yəni 6-da C variantı. Daha sonra 7-ci suala baxaq. Deməli, bayaqki nümunə ilə eyni tipdən olan bir nümunədir, test nümunəsi ilə.
7-də deyir, 7 7-yə bərabərdirmi? 7 7 0-a bərabərdirmi? Bəli. A-nı çap etdik. 7 böyükdürmü 7 0-dan? Yox. Keçdik aşağıdakı ifə. 7 kiçikdir 8-dən? Bəli. C-ni çap edirik. Daha sonra buradan keçirik aşağıdakı ifə. 8 böyükdür 8 0-dan? Xeyr. Ödənmir deyə keçir elsə. Elsə də keçir nə edir? Y-ni çap edir. Cavabımız olur A, C, Y. Yəni 7-də B variantı. Daha sonra 8-ci suala baxaq. 8-ci sualda deyir ki, if böyükdür 9-dan, daha doğrusu if 9 böyükdür 0-dan, yəni 9 böyükdür 0-dan, bəli, bura doğrudur. Yəni bizə bura true verir. 0 kiçikdir mənfi 9-dan, false. 0 axı mənfi kiçikdən 9 deyil, 0 mənfi 9-dan kiçik deyil. 9 0-dan böyükdür. Bəli, bura truedur. Yəni bura doğru qiymət verir. Amma 0 mənfi 9-dan kiçik deyil. Bura false qiymət verir. Biz də demişdik ki, əgər enddə iki tərəfdən biri false olarsa, bizim ümumi ifadəmizin də qiyməti false olur. Ümumi ifadəmizin də qiyməti false olur. Yəni bizim ifimiz false oldu, səhv oldu. Deməli, bura ödənmir. Düşüb aşağı baxmırıq. Keçirik elifə baxmağa. Elifə baxırıq. 9 böyükdür 0-dan. Bəli. Və ya 0 kiçikdir mənfi 9-dan. Xeyr, bura səhvdir. Bura false-dur, amma bura truedur. 9 0-dan böyükdür deyə bura truedur. Amma bura false-dur. Amma orada demişdik ki, bir tərəf true olsa bizə kifayətdir ümumi məntiqi cavabımızı true verməsi üçün. Yəni or olduğuna görə artıq bir tərəf true olsa belə bizə bəs edir. Deməli bizim bu ifadəmiz truedur. Yəni bizim elifimiz ödənir. Ona görə baxırıq print good-a. Bu əməliyyatı icra edirik və ekrana good sözü çap olunur. Baxalım 9-cu suala. 15 kiçikdir. Bir dəqiqə qələmimizi biraz düzəldək. Deməli, 15 kiçikdir 20-dən. Bəli, onda ödənir bura. A ekranda çap olunur. Aha. Deməli 15 kiçikdir 20-dən. Bəli. Düşür print A-nı çap edir. A ekranda çap olunur. Daha sonra 32 böyükdür 45-dən. Xeyr, düşmür bura. Yəni false olduğuna görə bura ifimiz. Keçirik else. Else print C, C-ni çap edir. Cavabımız olur A, C. Y variantı. 9-da Y. 10-cu suala baxırıq. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. A-mız 5-dir, B-miz 7-dir, C-miz 6-dır. Deməli, deyir ki, if A bərabərdirmi B-yə? Yəni 5 bərabərdirmi 7-yə? Deyirik, xeyr. Axı 5 7-yə bərabər deyil. Ona görə ifin altında olan bunların heç birinə baxmırıq. Keçirik else baxırıq. Print B plus C. B-miz üstəgəl C. 13. Cavab olur 13. 10-cu sualda C variantı. Aha, baxırıq 11-ci suala. 11-ci sualda bizə T-ni 4 verib. Daha sonra import match istifadə edərək match kitabxanasını qoşub. Sonra if T kiçikdir 7-dən 4 kiçikdir 7-dən, bəli, bura ödəyir. Bura truedur. T-ni yenə 4 yazacaq. 4 kiçikdir 7-dən, bəli. Daha sonra bəs 4 böyükdür mənfi 7-dən, bəli. 4 də mənfi 7-dən böyükdür. Deməli, hər iki tərəf true olduğuna görə artıq bizim ifadəmiz true verəcək və bu ifadəyə keçəcək. Burada da deyir y.match.sqrt. SQRT, yəni bu ifadə bizim kök altı ifadə deməkdir. Bunun mənası odur ki, T-ni kök altına sal. T-miz də 4 deyə kök altına salırıq. Kök altından da bizə çıxır 2. 2 dedikdə, yəni 2-0 float tipi çıxır. Yəni cavabda 2 də verilib, 2-0 da verilib. Yadınızda saxlayın ki, kök altından float tip çıxır. Float. Yəni mən kök altı 16 yazsam burada, mənim cavab olacaq 4.0. Yəni sondakı bu sıfırı da yazmalıyam. Cavabım olur ona görə kök altı 4, 2.0 çıxır və cavab olur
D variantı. Daha sonra 12-ci suala baxalım. X bərabərdir true. İndi x-a bir true qiymət verib, yəni məntiqi qiymət verib, bool tipində bir qiymət verib. İndi deyir, əgər x-in bərabərdirsə true-ya, indi x-imiz true idi bizim. Yəni mənası bunun budur ki, true bərabərdir true-ya. Bəli, true true-ya bərabərdir. Onda bu hissə çapa gedəcək, yəni A ekranda çap olunacaq. Daha sonra deyir if x. Bunun mənası odur ki, if x, x-imiz nə idi? True idi. Yəni bizim bu ifimiz artıq true qiymətini alır. If true. True qiymətini aldığına görə yenə də düşür, bu hissə ödənir. Print B, ekranda B də çap olunacaq. Daha sonra keçirik aşağıdakı ifadəyə. X bərabərdir 50 yazılıb. X bərabərdir 50. X-imiz nə idi? True. True 50-yə bərabərdir. Xeyr. True 50-yə bərabər deyil. Ona görə bu ifadə ödənmir. Keçirik aşağıdakı ifadəyə. Elif x böyükdür 50-dən. True 50-dən böyükdür. True 50-dən böyükdür. Xeyr. True'nun məntiqi qiyməti biz demişdik ki 1-dir. Yəni 1 50-dən böyük deyil. İndi baxırıq aşağıya. Ödənmir deyə aşağı else baxırıq. Print Y, print F. Bunların heç biri ödənmədi deyə, yəni biz keçirik aşağıya baxmağa. Print Y ilə print F-ə else-dən bunlar çap olunur. Y və F. Cavabımız olur A, B, Y, F. 12-ci sualda olur D variantı. Burada sizi bu çaşdırmasın. Bilirsiniz necə? Məsələn, bu if x yazmağı x-imiz true'dur deyə, yəni bizim bu ifimiz ödənir mənasında. İfimiz true qiymət alır və B gəlib çap olunur. Amma burada x bərabərdir 50 yazıb. X-imizin qiyməti true olduğuna görə true'nun qiyməti, ədədi qiyməti 1-ə bərabərdir. False-un ədədi qiyməti 0-a bərabərdir. Amma true'nun ədədi qiyməti 1-ə bərabərdir. Yəni 1 50-yə bərabərdirmi? Xeyr. Yəni ona görə bu false verir və bura keçmirik. Eləcə də elifə keçdikdə 1 böyükdürmü 50-dən? Yenə xeyr. Ona görə gəlib keçib bu hissəni çapa veririk. Daha sonra 13-cü sualda. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. K-mız 4-dür. Bizə sual verir 4 bərabərdirmi 2-yə? Xeyr. Bu ifimiz ödənmir deyə biz elifə keçirik. 4 kiçikdir bərabərdirmi 3-dən? Yenə xeyr. Bu elif ödənmir deyə mən digər elifə keçirəm. 4 kiçikdir bərabərdirmi 4-dən? K-mız 4 olduğuna görə. 4 kiçikdir bərabərdirmi 4-dən? Bəli. Yəni şərtimiz ödəndi. Ekrana nəyə çap verirəm? Yaxşı sözünü çapa verirəm. İndi bu elif ödəndi deyə mən artıq digər eliflərə baxmıram. Bu bir qaydadır. Bu elif ödənirsə mən bunların heç birinə baxmıram. Sadəcə elif ödəndi, print yaxşı çap olundu və proqram sona yetdi. Deməli, ekranda bizə yaxşı sözü çapa gələcək. 13-cü sualda olur D variantı. 14-cü suala baxaq. K-mız 4. 4 bərabərdirmi 2-yə? Xeyr. Daha sonra 4 kiçikdir bərabərdirmi 3-dən? Yenə xeyr. Sonra 4 kiçikdir bərabərdirmi 4-ə? Bəli, yaxşı sözü çapa getdi. Burada yaxşı sözün yazaq. Sonra baxın, bu ifdir. İndi bura ödənsə də mən yenə digər iflərə keçə bilərəm. Axı bu iflər bir xətt üzərindədir. Yəni heç biri bir-birindən asılı deyil. Yəni bura ödənsə də, bayaq mən elifdə dedim ki, bir elif ödəndikdən sonra digər eliflərə baxmıram. Bu elifdə başqa qaydadır yəni. Amma burada iflərimizin hamısı bir düz xətt üzrə yazılıb deyə bunlar bir-birindən asılı deyil. Yəni 4 kiçikdir bərabər 4-dən bu qayda ödəndi. Yaxşı sözü çapa gəldi. İndi mən yenidən burada 4 kiçikdir bərabərdir 5 yazıram. Bəli, bu şərt də ödənir deyə burada əla sözü də çapa verilir. Cavab olur yaxşı, əla. 14-cü sualda A variantı. İndi baxalım 15-ci suala. X4, 3, 2, 0. X4, A3, B2, Y0.
İndi x böyükdürmü a-dan? Bizə sual verir. X-imiz nədir? 4. 4 böyükdürmü a-dan? A nədir? 3. Düşürük aşağı. If 4 böyükdürmü 3-dən? Bəli, ona görə düşdük aşağıdakı ifə. X nə idi? 4. 4 böyükdürmü B-dən? B-miz nədir? 2. 4 2-dən böyükdürmü? Bəli. Onda y-imiz nə olur? 1. Y-imiz 1 olur. Bu if ödəndi deyə də biz bu elsə baxmırıq. Gəlirik, bitiririk. Y-i çapa verir bizə 1. 15-ci sualda olur C variantı. Daha sonra 16-cı suala baxırıq. Burada artıq bizə deyir ki, Python dilində yazılmış proqramın təyinatını müəyyən edin. Baxın, hər hansı bir proqramın təyinatını müəyyən edən zaman, istər bu algoritmdə olsun, istər Pythonda olsun. Biz bunun yerinə nümunələr qoyub yazmağımız daha əlverişlidir. Əgər birinci baxanda görmürüksə, məsələn, proqramı oxuyanda, görmürüksə bu nə iş görür, bunun yerinə nümunələr yazıb həll etməyimiz daha məqsədə uyğundur. Məsələn, gəlin A int input yazıb. A-ya daxil edək nə? Məsələn, 15. B-yə daxil edək 7. C-yə də daxil eləyək 38. Deyir, M bərabərdir A-ya. M-miz nə olur bizim? A-mız neçədir? 15. M-miz də olur 15. İndi deyir, if M kiçikdir B-dən. M-miz neçədir? 15 dedik də. Deyir, 15 kiçikdirmi B-dən? B nədir? 7. 15 kiçikdirmi 7-dən? Xeyr. Bu ödənmir bu şərt. Xeyr. Onda mən bura baxmıram. Keçirəm, nə edirəm? Növbəti şərtə baxıram. M kiçikdirmi 8-dən? M-im neçə idi yenə? M-im 15 idi. 15 kiçikdirmi C-dən? C nə idi? 38. 15 kiçikdirmi 38-dən? Bəli. Onda gəlib nəyi hesablayır? M bərabərdir C-ni. M-miz nə olur? C. 38. Sonda gəlib print M. Ekrana nəyi çap eləyir? 38-i. İndi, baxın, biz 3 dənə ədəd daxillədik. 15, 7 və 38. Sonda ekrana nə çıxdı? M. Yəni, 38-i çap elədi. 15, 7 və 38-in içərisindən 38-i çapa verdi. Mən deyə bilərəmmi ki, daxil etdiyim 3 ədəddən ən böyüyünü çapa verdi. Bəli, baxsaq da görərik ki, daxil etdiyimiz ən böyük ədədi müqayisə eləyir, 38-i çapa verir. Onda biz deyirik ki, daxil edilmiş 3 natural ədədin ən böyüyünü çap edir. Yəni biz C variantını deyə bilərik. Baxırıq 17-ci suala. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. 49, A-mız 49-dur, B 25-dir. Import match bu kitabxana qoşmaq əməliyyatıdır. Deməli, deyir, əgər A böyükdür B-dən, əgər A böyükdürsə B-dən bunu həll elə, əks halda bunu həll elə. Mənası budur. Deməli, bizə deyir ki, A böyükdürmü B-dən? 49 25-dən böyükdürmü? A-mız 49. 49 böyükdürmü 25-dən? Bəli. Onda nəyi hesablayırıq? Match kök 6 A-nı. SQRT A kök 6 A deməkdir. A-mız neçədir? 49. Kök 6 A, yəni Y nəyə bərabər olur? 7-yə. 7.0-a. Daha sonra düşürük aşağı. Y də bərabərdir. Baxın, bura istay həll olunmur, həll eləmirik. Çünki if-in altında else-dir və if ödəndi deyə bu şərt. Bura baxmırıq. İndi biz baxırıq nəyə? Y bərabərdir match.sqrt. SQRT nə? B. Yəni bu ifadə dedik kök 6 ifadəsidir. Yəni kök 6 B. B-miz nədir? 25. Kök 6 25-dən nə çıxır? 5.0. Y-imiz indi nə oldu? Əvvəl 7 idi, baxın. İndi başqa qiymət mənimsətik. Daha bu 7-ni unudur. Y-imiz olur 5.0. Cavab olur 17-də B variantı. 18-ci suala baxalım. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. X-imiz 4. 4 böyükdürmü A-dan? A-mız 3-dür. 4 böyükdürmü 3-dən? Bəli, onda keçib buranı həll edirik. Əgər X, yəni 4 böyükdürsə B-dən, yəni 5-dən, 4 böyükdür 5-dən, xeyr, yəni ödənmədi bu şərt. Onda keçirik else həll eləməyə. Deyir, 4 böyükdürsə B-dən buranı həll elə. 4
5-dən böyük olmadığına görə mən düşüb else ələyirəm. Y-im nə olur? Y olur 2 və ekrana 2-ni çap edirəm. Print Y. 18-ci sualda B variantı. Baxırıq 19-cu suala. Python dilində yazılmış proqramın yenə nəticəsini müəyyən edək. X-ımız 4-dür. 4 böyükdürmü A-dan, yəni 5-dən? 4 böyükdür 5-dən? Xeyr. Onda bu if-in altında olan heç bir ifadəyə mən baxmıram. Birbaşa gəlirəm print-ə. Print Y. Y-imiz nə idi? 0. Gəlib 0-ı ekrana çap edirəm. Cavab olur A variantı. 19-cu sualda A variantı. Aha. Baxaq 20-ci suala. Deməli, A-mız 12, B-miz 15, A 12, B 15. 12 kiçikdir 15-dən. 12 kiçikdirmi 15-dən? Bəli. Onda keçirik buranı əldə etməyə. A bərabərdirmi B-yə? 12 bərabərdirmi 15-ə? 12 bərabərdirmi 15-ə? Xeyr. Bərabər deyil. Onda keçirəm else həll eləməyə. Print A çıxılsın B. 12-dən 15-ə çıxıram. 12 çıxılsın 15. -3. Cavab olur 20-də D variantı. Daha sonra 21-ci sual. A, B, C bərabərdir 2,8,0. Bu yazılış onu bildirir ki bizə. Bu yazılış onu bildirir ki. Yəni bizim A-mız 2-dir, B-miz 8-dir, C-miz 0-dır. Yəni ardıcıl formada bunları belə yaza bilərik. Yəni A-mız 2-dir, B-miz 8-dir və C-miz 0-dır. İndi bizə deyir ki, if A böyükdürmü B-dən? Yəni 2 böyükdürmü B-dən 8-dən? Xeyr də 2 8-dən böyük deyil axı. Onda bunun altına baxmırıq. Düşürük onunla eyni xəttdə olan, eyni güclü olan bir növ o əməliyyata baxmağa. C bərabərdir C plus 12. C bərabərdir C plus 12. C-miz nə olur? C-miz əvvəl 0 idi. 0 üstə gəlsin 12. C-miz oldu 12. Gəlib print C eləyir. C-ni burada çapa verir. C-miz olur nə? 12. 21-də A variantı. Daha sonra 22-ci sual. Verilmiş proqramın təyinatı daxil edilmiş tam ədədin. Aha, biz burada artıq proqramın təyinatını tapırıq. Verilmiş proqramın təyinatını tapırıq. Gəlin bunu digər səhifədə baxalım. Deməli, verilmiş proqramın təyinatı daxil edilmiş tam ədədin, yəni tam ədəd daxil edirik. Görürük ki, bu proqram nə edir? Gəlin bir ədəd daxil edelim. Tam ədəd olsun 153 1531 olsun belə. Nə edir? Daxil elədik. A-mız oldu 1531. Sonra A nə edir onu? Sətrə çevirir. Yəni A-mız olur dırnaq içərisində 1531. Sonra K bərabərdir A.count 1. Yəni A dəyişənində olan birləri sayır. K-mız neçə olur? K-mız olur 2. Sonra nə edir? M-ə də deyir ki, sən də sıfırları say. A dəyişənində olan sıfırları say. M-imiz də olur nə? Burada A dəyişəndə sıfırımız yoxdur axı. M-imiz də olur elə 0. İndi deyir ki, əgər K plus M, yəni 2 plus M 0 da, yəni 2 plus 0 bərabərdirsə Lenaya, Lenamız neçədir? 1, 2, 3, 4. Yəni 2 üstə gəlinsin 0 bərabərdirsə 4-ə, onda Y-si çap elə. Əks halda no-nu. 2-nin üzərinə 0-a gəlirəm, görürəm 2 eləyir. 2 bərabərdir 4, xeyr. Onda gəlirəm elsə, no-nu çap edirəm. Cavabım olur no. İndi bura baxdıq, amma bir şey başa düşmədik. Doğrudur, bilmədik də. Yəni 1531-i daxil elədim, sonda no-nu çap elədi. Bəs mən başqa nə edə bilərəm? Onda deyirəm ki, burada nə əməliyyatı? Bax, birləri sayır.
sonra sıfırları sayır, onları cəmləyir, deyir ümumi saya bərabər olsun. Bu sizə bir artıq ipucu gəlməlidir. Gəlin indi mən burada daxil edim. Bir sıfırlardan olan bir ədəd. Necə? Deməli, bir ədəd daxil edirəm. 1, 1, 0, 0, 1. İndi bir ikili ədəd daxil edirəm də, belə deyək. A bərabərdir setira. Bunu sətr tipinə çevirir. 1, 1, 0, 0, 1. Sonra burada olan birləri sayır. K-mız olur neçə? Birləri sayanda 1, 2, 3. 3 dənə birimiz var. M olur neçə? Sıfırları sayır. 2 dənə sıfırımız var. İndi deyir ki, K üstəgənsin M, yəni 3 üstəgənsin 2 bərabərdirmi Lenaya? Lena neçədir? 5. 3 üstəgənsin 2 də 5 eləyir. Bərabərdirmi 5-ə? Hə. Onda nəyi çap eləyir? Yes-i. Ekrana bax, yes çap olundu. Deməli, biz ikili rəqəm daxil edəndə ekrana yes çap olunur. Yəni, hə sözü çap olunur. Amma başqa bir ədəd daxil edəndə no çap olunur. Deməli, bu daxil edilmiş ədədin ikili say sistemində mövcud olub olmadığını deyir bizə. Yəni, ikili say sistemində olub olmadığını bizə verir. Aydındır. Cavabımız olduğuna görə A variantı. İkili say sistemində olub olmadığını yoxlayır. Yəni 22-ci sualda A variantı. Daha sonra baxırıq 23-cü suala. Burada da təyinatın, verilmiş proqramın təyinatını müəyyən edin. Gəlin baxaq. Bir ədəd daxil edir. Int input onu sətrə çevirir. Sonra onun birinci simvolunu götürür. Birinci simvolu bərabərdirsə, birinci simvolunun sayı bərabərdirsə bütün simvollara, onda yes. Əks halda no. Nə deməkdir? Gəlin baxaq. Bir nümunə qoyub baxacaq. Baxın. Mən bir ədəd daxil edirəm. A-ya daxil edirəm 4444. Onu sətrə çevirirəm. A-mız olur nə? 4, 4, 4, 4. Deməli, K bərabərdir A0. K-mız nə olur? A0. 0, 1, 2, 3. A0 yəni 4. K-mız oldu 4. Sətr tipində 4. İndi bizə deyir ki, A.count K. K-nın yerinə 4 yazırıq. Deyirik ki, A.count 4. Deyir, A-da 4'ləri say. Neçə dənə 4'ümüz var? 1, 2, 3, 4. Elə 4 dənə 4'ümüz var. Düzdür? 4 dənə. Deyir, bu say, 4'lərin sayı ümumi saya bərabərdir. Ümumi A-da neçə dənə element var? Simvol var. 1, 2, 3, 4. Ümumi də 4 dənə simvol var. Yəni, bizim birinci simvolumuzun sayı elə bütün simvollarımızın sayına bərabərdir. Onda yes-i çap elə. Yəni, mən burada artıq həni çap edirəm. Sayları düz verdiyinə görə. Yəni, bu nə deməkdir? Bütün rəqəmlərimizin eyni olub olmadığını yoxlayır. Bütün rəqəmlərin eyni olub olmadığını yoxlayır. Yəni, əgər bizim birinci simvolumuzun sayı bütün simvollarımızın sayına bərabərdirsə, yes-i çap eləyəcək və deyəcək ki, bütün rəqəmlər eynidir. Yox, bərabər olmasaydı, no-nu çap eləyəcəkdir. Yəni, bütün rəqəmlərimiz bərabər deyil bir-birinə. Daha sonra Python proqramlaşdırma dilində proqrama modul qoşmaq üçün hansı açar sözdən istifadə olunur? Modul qoşmaq üçün bayaqdan elə danışırdıq. Import. Baxın, bu həmin importdan istifadə olunur. Məsələn, biz bu riyaziyyat kitabxanasının modulunu qoşurduq. Import maths. Bu formada qoşurduq. Daha sonra keçirik 25-ci suala. Üç dənə ədəd daxil edirik. Daha sonra D bərabərdir B kvadrat minus 4AC. Bu, hardansa sizə tanış gəlməlidir düşünürəm ki. Algoritmdə də bu formada qururduq sizlə. Deməli, D bərabərdir B kvadrat minus 4AC. Bu düstur sizə nəyi verir? B kvadrat minus 4AC.
Bu diskriminantın düsturudur. Diskriminant. İndi deyir əgər D böyükdürsə 0-dan x1-i tapırsan, x2-ni tapırsan və x1, x2-ni çapa verirsən. Əks halda elif D bərabərdirsə 0-a x-i tapırsan, x-i çapa verirsən. Yox, yenə əks halda D ümumiyyətlə 0-a bərabər deyilsə, deməli D-nin kiçikdir 0-dan halı qalıb da. Onda həlli yoxdur. Bu hardan sizə tanış gəldi? X1, x2-ni biz harda tapırdıq? Kvadrat tənliyin həlli. Ax kvadrat plus bx kvadrat plus c kvadrat tənliyinin həllini ifadə edir. Cavab olur 25-də A variantı. Baxırıq 26-cı suala. Python dilində yazılmış proqramın təyinatını müəyyən edin. Buradan da A, B, C rəqəmlər, ədədləri daxil olunub. Deyir, əgər A bərabərdirsə 0-a, B bərabərdirsə 0-a, onda sonsuz. B 0 deyilsə, onda həlli yoxdur. Əks halda x bərabərdir B bölünsün A. Gəlin, baxalım buna. Deməli, bizim ax üstəgəlsin B bərabərdir 0. Bir tənliyimiz var. Bu xətti tənlik adlanır. Xətti tənlik. Xətti tənlikdə mən buradan x-i tapsam nə olur? X bərabərdir mənfi B bölünsün A-ya. Doğrudur. X bərabərdir mənfi B bölünsün A-ya. İndi, əgər A bərabər olsa 0-a, A bərabər olsa 0-a və B də, bu B də bərabər olsa 0-a, A bərabər 0, B bərabər 0. Burada nə alırıq? 0 böl 0 alırıq. Yəni, bu da sonsuz sayda həll deməkdir. Bu da xəttli tənlikdə sonsuz sayda. Ona görə burada yazı var, sonsuz sayda həlli var. Yox, əgər A bərabər olsa 0-a, amma B 0-a bərabər olmasa, B 0-dan fərqli olsa nə olar? Bax, burada A 0, B 0-dan fərqli. Bu cür olsa nə olar? Bu cür artıq həlli olmaz. Həlli yoxdur. Baxın, ona görə burada yoxdur sözü çapa gedir. Əks halı, yəni A bərabərdirsə 0, daha doğrusu, if-in bunun əks halı, A bərabərdirsə 0-ın əks halı, yəni A 0-a bərabər deyilsə, A bərabər deyilsə 0, onda artıq A 0-a bərabər deyilsə, nə olacaq? Bizim ifadəmiz olur, elə x bərabərdir, bu yuxarıda yazdığım düstur. X bərabərdir, mənfi B bölünsün A. Baxın, onda burada yazıb ki, artıq A-mız 0 olmursa, bu formada hesablayıb x-imizi tapa bilərik. A-mız 0 olmasa. Bizim buradan da x-i çapa verir, print edir. Deməli, biz ümumi baxanda nəyi gördük burada? Burada biz ax bərabərdir B xətti tənliyinin həllini tapdıq bir növ. Həllini tapan proqramı həll etdik. Yəni, burada artıq deyirik ki, ax plus B xətti tənliyinin təyinatı müəyyən edir. 27-ci sualda. Int input x üstü 0.5 proqramın deyir, daxil edilmiş tam ədədin. Aha, yenə biz burada təyinatı müəyyən etməliyik. Bir ədəd daxil edirik, onu kök altına alırıq. Daha sonra if-imiz var və else. Gəlin baxalım. Bir ədəd daxil edəyən. Bir ədəd daxil edəyən. Məsələn, daxil edəyən 49 ədədin. A-mız olsun 49. K nə olur? K olur 49 üstü 0,135. Yəni 135 nə idi? 49 üstü 0,5. Yəni 49 üstü 2-də 1. 49 üstü 2-də 1 nə deməkdir? Kök altı 49 deməkdir. Yəni bizim K-mız nədir? 7,0. İndi bizə deyir ki, K bərabərdirmi int K-ya? K-mız neçədir? 7,0. Deyir 7,0 bərabərdirmi int K? Bunu intə çevirəndə nə edir? 7. 7,0 bərabərdirmi 7-yə? Bəli, bərabərdir. Onda y-si çap elə. Çap eləyək y-si. Aha, baxın. Bir ədəd qoydum, y-si çap elədim. İndi gəlin başqa bir ədəd qoyaq. Fikir versəz əgər burada, görürük ki, bunun kvadrat olub-olmadığını yoxlayır ədədin, tam kvadrat. Necə tam kvadrat? Yəni kök altından çıxan ədəddir. 49 axı kök altından çıxan ədəddir. 7 çıxır.
Ona görə gəldi yes-i çap elədi. İndi mən başqa bir ədəd qoyum. Məsələn, qoyum 65. Deyir ki, A oldu 65. Daha sonra K-mız bərabərdir kök altı 65. Yəni kök altı 65-dən təqribən 8.1 deyək çıxsın. 8,1 deyək ki, oldu 8,1. İndi deyir ki, if K bərabərdirmi int K-ya? Yəni K-mız nə idi? 8,1. Bərabərdirmi 8,1 int K? Int 8,1-i belə yazanda bizə nəyi verəcək? 8,1-i intə çevirəcək. Yəni 8,1 bərabərdirmi 8-ə? 8,1-i intə çevirəndə kəsir hissəni atıb tam hissəni götürürük. 8,1 bərabərdirmi 8-ə? Xeyr, bərabər deyil. Xeyr. Onda gəlib nəyi çap eləyir? LC-yə düşür, no-nu çap eləyir. Baxın, mən kök altından çıxan ədəd yazanda yes çap elədi. Kök altından çıxmayan ədəd yazanda no-nu çap elədi. Yəni mənim bu ədədim daxil edilmiş ədədin, tam kvadrat olub olmadığını yoxlayır. Tam kvadrat olub olmadığı o deməkdir ki, yəni bu ədəd kök altından çıxır yoxsa yox. Kvadratı belə deyək də, kvadrat kök altı kvadratdan, kvadrat kök altından çıxır yoxsa yox. Baxırıq 28-ci suala. Bizə deyir ki, A dəyişəni üçün hansı ən böyük 3 rəqəmli natural ədəd daxil edilərsə, ekrana yes sözü çap olunar. A dəyişəni üçün hansı ən böyük 3 rəqəmli natural ədəd daxil edilərsə, ekrana yes sözü çap olunar. Gəlin baxalım nə iş görüb bu. Bir ədəd daxil edib, buradan A faiz 10, A10 yazıb. Deməli, bizim ədədimizin sonuncu rəqəmindən çıxıb nəyi? Ədədin ikinci rəqəmləri. A dəyişəni üçün ən böyük 3 rəqəmli natural ədəd. Bəli, 3 rəqəmli deyirsə, sonuncu rəqəmimizdən, düşünün ki, məsələn, biz x, y, z 3 rəqəmli ədədini daxil etmişik. 3 rəqəmli ədədin. Bu ifadə onu bildirir ki, sonuncu rəqəmdən, yəni z-dən çıxır nəyi? Tam hissəni, x-i, y-i. Sonuncudan çıxıb, sonuncu rəqəmimizdən 2 rəqəmimizin əmələ gətirdiyi ifadəni çıxıb. X çıxıb, z çıxılsın, x, y. Daha sonra bunun modulunu tapıb. Daha sonra həmin bu z çıxılsın, x, y-in axı mənfi ədəd olur. Tək ədəddən 2 rəqəmli ədədə çıxanda mənfi ədəd eləyir. Daha sonra bunun modul, ABS B yazmağın modulu bildirir. Daha sonra bunun modulunu tapıb. Sonra əgər B 37-dən böyük və 45-dən kiçik olarsa, B 37-dən böyük, 45-dən kiçik olarsa, ekrana yes sözü çap olunur. Əks halda no. Deməli, bizə də deyir ki, ekranda yes sözünün çap olunması üçün 3 rəqəmli ən böyük natural ədəd daxil elə. Deməli, biz indi belə baxmalıyıq ki, biz elə bir ədəd daxil etməliyik ki, 3 rəqəmli ən böyük. Bu ədədin sonuncusundan, yəni son 2 rəqəmindən birinci rəqəmi çıxanda, daha doğrusu son 2 rəqəmindən yox, əksinə, sonuncu rəqəmindən əvvəlki 2 rəqəmi çıxanda, yəni z-dən x, y çıxanda 37-dən böyük olsun həmin ədədin modulu, 37-dən böyük olsun 45-dən kiçik. İndi buna necə baxalım? Məsələn, bir ədəd daxil edək özümüzdən. Deyək ki, olsun, götürək elə məsələn bu 380-i. 380, mən nə edirəm? Sıfırdan çıxıram 38-i. Nə edir? Mənfi 38. Sonra bunun modulunu tapıram. Olur müsbət 38. İndi müsbət 38-i burada yoxlayıram. 37-dən böyükdür? Bəli, hə. 45-dən kiçikdir? Bəli, hə. Onda ekrana nə çap olunur? Yes. Amma bu 380-də ödəyir. Doğrudur. Amma bizə deyir ki, ən böyük 3 rəqəmli natural ədəd. Yəni 380 ən böyükdürmü, ən böyük deyilmi? İndi onu bilmirik. İndi biz burada düşünməliyik ki,
Biz burada düşünməliyik ki, elə bir ədəd daxil eləyək ki, 45-dən onun ədədlərini çıxanda 45-dən kiçik olsun. Məsələn, biz ən böyük ədəd daxil eləyən zaman 900 ilə başlayan bir şeylər yaza bilmərik. 900 ilə başlayan, məsələn, 954 və ya 959, çünki 95-dən 9-u çıxanda gəlib bu o qədər də 45-ə yaxınlaşan ədəd eləməyəcək. Bizim yaza biləcəyimiz ədəd, məsələn, 619 yazsaq, 61-dən 9 çıxanda neçə edir? 52. Yenə bu gəlib 45-ə yaxınlaşmır, 45-dən kiçik olmur. Yazacağımız ədəd 600 ilə də olmur. 500 ilə yazsaq, məsələn, 548 yazsaq, 54-dən 8 çıxanda nə eləyir? 54-dən 8 çıxdıqda 46. Doğrudur. 46 yenə 45-dən böyükdür. Deməli, 548-i də yaza bilmərik. Biz artıq bunu bir vahidə azaldaq. 539. Biz artıq 539 yaza bilərik ki, 9-dan 53-ü çıxırıq. Nə eləyir? Mənfi 42. Mənfi 42 eləyir. Mənfi 44. Mənfi 44. Mənfi 44-ü modul içərisinə alırıq. Bizə verir tam formada 44-ü. Və daha sonra burada yoxlayırıq. Deyirik ki, artıq 44 böyükdür 37-dən və 44, daha doğrusu 44 kiçikdir 45-dən. Bəli. Onda ekrana nə çap olunsun? Yes sözü. Yəni bizim ən böyük artıq daxil eləyə bildiyimiz ədəd 539 olur. Yəni bunu da necə tapırıq? Düşünək ki, baxın, bu iki rəqəmlə, əvvəlki iki rəqəmdən sonuncu bir rəqəmi çıxmaq sanki. İndi bunun əksi burada verilib, amma modula verib deyə elə eyni şey deməkdir. Yəni bu iki rəqəmdən bunu çıxmalıyıq. Bu iki rəqəmdən bunu çıxmalıyıq. Bir-bir. İndi mən variantlarla işləmədim. Bunu sadəcə düşünüb. Məsələn, 900-dən başlayıb, 600-dən başlayıb görməliyik ki, 45-ə yaxınlaşan bir şey olsun. Bu formada hesablayıb tapa bilirik. Yəni cavab olur 539. Daha sonra 29-cu suala baxalım. Deməli, proqramın nəticəsini müəyyən edin. A-mız 100-dür, B-miz A siyahımıza 100, 200, 300 və 250 mənimsədilib, siyahısı mənimsədilib. Gəlin bunları indeksləyin. 0, 1, 2, 3. Deyir if int A1 üstü 0,5. Deməli, deyir əgər if A1-imiz nədir? Bizim A1-imiz 0, 1, 200. Yazıram burada 200 üstü 2-də 1, 0,5. 200 üstü 0,5 bizə nəyi verir? Kök altı 200 deməkdir bu. 200 üstü 0,5 kök altı 200. Deyir int kök altı 200, int kök altı 200 kiçikdir işarəsi int A2 üstü 3-də 1. A2-miz nədir? 0, 1, 2, 300. Int A2 300. 300 üstü 3-də 1 də o deməkdir ki, 3-cü dərəcədən kök altında. 3-cü dərəcədən kök altı. İndi bizə deyir ki, kök altı 200 kiçikdir. 200 kiçikdir kök altı 3-cü dərəcədən 300-dən. İndi bunu yoxlayaq. Gəlin baxaq kök altı 200-dən neçə çıxır. Kök altı 200-dən deməli 15-dən 225, 14-dən 196 çıxır. 14-dən 196, 15-dən də 225. Təxminən 14,3 çıxır. Bunu da int eləyəndə 14,3 çıxır təxminən buradan. Bunu da int eləyəndə cavab olur 14.
Axı tam tipinə götürür. Cavabımız olur 14. İndi 300-ə baxsaq, 300 3-cü dərəcədən kök altından 300-dən neçə çıxır? 3-cü dərəcədən deməli 81-dən çıxır. 3-cü dərəcədən neçə? 81 3-sü 4 deməkdir. 3-sü 4, 3-sü 5. 243. 4 ilə baxaq. 4, 4-ün kubu eləyir 64. 64-ü 4-ə 256. Yəni daha kiçik ədəddir. Gəlin tez bazar hesablayan. Deməli 300-dən 14-dən daha kiçik ədəddir. Burası tam dəqiqdir. Deməli, məsələn 5-in kubu bu 125 ilə getməyək. 6 216 eləyir. 7-də 7 ilə gedək. 49-u 7-yə vurduqda 3 6-ya da 8 343. Aha 343 bəli. Bu 7-nin kubu 343 eləyir. Buradan da təxminən çıxır elə 7. Təxminən 7 də deyil, yəni 7-dən də hətta deyərik biraz plus minus ədəd çıxır da yuxarı aşağı. Yəni 14-dən 14 bundan kiçik deyil. 300-ün kök altı 3-cü dərəcədən 300-dən kiçik deyil. Aydındır, bu şərt ödənmir. Bura ödənmir. Ona görə keçirik else. Else'də deyir ki, A1 bərabərdir. A1 bərabərdir. Int A3 üstü 0,5. A3'ümüz nədir? 0, 1, 2, 3. A3'ümüz 250'dir. Yəni burada yazırıq ki, int 250 üstünə 0,5. Yəni kök altı 250. İndi kök altı 250'dən 200'dən dedik 14 çıxır. 250'dən çıxacaq təqribən 15,4. Çünki 16 256'dır. 16 256'dır. 15'də 225. 250 də bunların ortasındadır. Bəli, 15,4 çıxır. Bunu da int elədikdə int buradan da olur cavabımız 15. Cavab gəlir print A1'i çap eləyəndə cavabımız olur 15. Olur 29'da A variantı. Baxırıq 30-cu suala. Deməli, hello world sözünü bizə verib. Deyir ki, boşluqları say. A.count boşluq böyükdür 0-dan. Yəni, boşluğun sayı neçə dənədir? 1 dənə. 1 böyükdür 0-dan, bəli. Bura ödənir. Boşluğu sayırıq 1. Böyükdürmü 0-dan, bəli. Onda keçirik bura. A bərabərdir. A.replace. Baxın, boşluğu görün nə ilə dəyişib? Altdan xətlə. Deyir ki, onda boşluqları altdan xətlə dəyişir. Yəni, bizim artıq A siyahımız olur belə. A sətrimiz daha doğrusu olur belə. Hello, altdan xət, world. Daha sonra keçirik bura. Deyir ki, A.count A2 böyükdür 1-dən. A2 neçədir? Gəl indeksləyəm bunları. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10. İndi deyir A2, yəni L. L-i deyir sayaq. L-in sayı böyükdürmü 1-dən? Count A2, L. A2'nin yerinə L yazaq. L-imiz neçə dənədir? 1, 2, 3 dənə. Yəni 3 verir. Bu ifadə artıq bizə 3 verir. 3 böyükdürmü 1-dən? Hə, onda düşürük hara? Aşağını həll etməyə. İndi deyir ki, A2'ni dəyiş. A2'ni dəyiş. Nə ilə? A2.upper ilə. Baxın, deyir ki, A2 vergül, burada vergülümüz var. Yəni A2'ni dəyiş nə ilə? A2.upper. Bu nə deməkdir? A2 L'dir. A2.upper L-i böyük hərflə yazacaq. Böyük L. Deyir ki, A2'ni dəyiş böyük L ilə. Yəni bütün
L-ları dəyiş böyük L-la. Aydındır? Artıq bizim ifadəmiz olacaq belə. H kiçik ilə. Artıq bizim ifadəmiz yazılacaq. H, L, L, altdan xət, world. L-lar böyük hərflə. İfadə olunur. Bura ödənildiyinə görə daha elsə baxmırıq. Gəlib A-nı çap edir. Hello world. L-lar böyük hərflə. 30-da olur A variantı. İndi baxırıq 31-ci suala. Deməli 31-ci sualda bizdən nə istəyir? Python proqramlaşdırma dilində klaviaturadan bir boşluq olmaq şərti ilə 1, 2, 3 daxil edilərsə, ekrana hansı dəyərlər əks olunacaq? Yəni klaviaturadan bizə qiymət olaraq 1, 2, 3-ü daxil edirik, aralarında boşluq olmaqla. Burada inputa 1, 2, 3 daxil etdikdə biz 1, 2, 3 nöqtə split boşluq yazdıqda split boşluqdan buranı parçalayıb listə çevirir. Yəni siyahıya çevirir. Yəni belə bir ifadə alırıq. Bizim A dəyişənimiz olur 1, 2 və 3. Daha sonra burada qeyd olunub ki, A1 bərabərdir A0-a. Gəlin biz bunların indeks nömrələrini düzəyin. 0, 1, 2. İndi qeyd olunub ki, A1 bərabərdir A0-a. Bizim A0 elementimiz nədir? 1. Deməli, A1-imiz bərabərdir 1-ə. Amma bizim bu 1 sətr tipindədir. A2 bərabərdir int A1-ə. A1-imiz nədir? 2. Amma bu 2 sətr tipindən int olunur, yəni tam tipə keçir. Yəni A2-miz olur 2. A3-imiz isə A2-dir. A2 bizdə ikinci element 3-dür. A3-ümüz də A2, yəni A3-ümüz də dırnaq içərisində 3-dür. İndi bizə deyir ki, əgər A1 plus A3 vurulsun, int A1 plus A3 vurulsun 2 böyüksə bu ifadədən, onda buranı həll eləyək. Gəl baxaq. Deməli, A1'imiz neçə idi? 1, sətr tipində 1. Yazıram buradan 1. Üzərinə gəlirəm nəyi? A3-ü. 3-ü. 1 ilə 3 sətr tipindədir ikisi də. Bunları topladıqda 1, 3 yazılır. Sonra bunu intə çevirirəm. Olur 13 tam tipdə. 13-ü də vururam 2-yə. Olur 26. Yəni bizim buranın bu ifadə bura bizə 26-nı verir. İndi deyir 26 böyükdürmü A2'nin kvadratı? A2'miz 2'dir. 2'nin kvadratı da 4 edir. Bəli, 26 da 4-dən böyükdür. Ona görə bura ödənildiyinə görə bir dəqiqə buranı siləyim. Deməli, A1'imiz 1 oldu bizim. A1'imiz 1. A2'miz tam tip 2. A3'ümüz isə 3 oldu sətr tipində. İndi mən 1 üzərinə 3'ü gəlirəm sətr tipində olur. 1, 3 vurulsun 2, 26. 26 da böyük oldu 4-dən. Yəni A2'nin kvadratı. Ona görə buranı hesablayıram. A1'in bərabər oldu mənim nəyə? A1 vurulsun 2'yə. A1'in 1 idi. 1'i də 2'yə vuranda, amma 1 sətr tipindədir. Sətr tipində 1'i 2'yə vuranda artıq 2 dənə 1 yazılır. Yəni 1-1 alınır. A1'im mənim artıq oldu 1-1. Yəni sətr tipində 11 belə deyək. Sonra keçirik növbəti ifə. If int A1. A1 nədir? Yenidən baxağın. A1'imiz 11 idi. Bunu intə çeviririk. Yəni tam tipdə olur. Böyükdürmü A2'nin kubu? A2'miz nədir? 2. 2 üssü 3. 8-dən. Böyükdürmü? Bəli. 11 8-dən böyükdür. Onda buranı həll edirik. A2 nə olur? 2 vurulsun 3. A2 olur artıq 6. Sonda gəlirik. A1, A2-ni, A3-ü çap edirik. A1'imizi tapdıq. 1-1. Yəni 1-1 dediyim 11. A2'miz oldu 6. A3'ümüz isə elə 3 qalmışdı. A3'ümüz isə elə 3 qalmışdı. Deməli, 11, 6, 3. Cavab olur
A variantı. Baxalım 32-ci suala. Deməli, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Burada baxırıq. 3, 4, 5 bizə bir sətr verib. Bu sətirdə a.replace 2 boşluqlarla. Gəlin görəyim bu nə deməkdir. Bizə deyir ki, bu A siyahısında ikilərin yerini dəyişməklə dırnağı açıb dırnağı bağlayır. Yəni ikiləri bir növ silir. Necə olur? Baxaq. Yəni bu ikiləri dəyişəcək, dırnağı açıb bağlayır. Yəni boşluq da deyil də heç bu. Yəni ikilər yoxa çıxır oradan. Yəni bizim A dəyişənimiz olacaq 3, 4, 5, 1, 3, 4. Yəni ikilər artıq gedəcək. Daha sonra deyir len A. Biz lenimizi sayalım burada. Burada neçə dənə simvolumuz var? 1, 2, 3, 4, 5, 6. 6 simvolumuz var. Yəni len A'mız bizim artıq 6-dır. 6 böyükdürmü 4-dən? Bəli. 6 4-dən böyükdür. Yəni düşürük onda buranı həll etməyə. A bərabərdir nəyə? Nöqtə, nöqtə mənfi 1. Biz demişdik ki, addım sayı əgər mənfi olarsa, onda sondan əvvələ doğru yazırıq. Sondan əvvələ doğru. Yəni bu yazılış bizə bunu verəcək. A'mız olacaq bunun tərsi. 4, 3, 1, 5, 4, 3. İndi sonra düşürük növbəti ifə. Len A kiçik bərabərdir 4-dən. Yenə A'nı sayırıq. 1, 2, 3, 4, 5, 6. Lenimiz 6-dır. 6 kiçik bərabər 4-dən. Xeyr. Onda bura baxmırıq, else-yə baxırıq. Onda A bərabərdir A.replace. A0-dan A1-i dəyiş. Gəlin bir indeksləmə qurağın görək bizim A0-ımız hansıdır. A0, A1, A2, A3, A4 və A5. İndi bizə deyir ki, A0-dan A1-in yerini dəyiş. Yəni A0-ımızda duranlar nədir? 4. 4 nə ilə dəyişim 4-ləri? A1 ilə, yəni 3 ilə. Yəni mən burada olan bütün 4-ləri artıq yazacağam 3. Yəni mənim A siyahım, siyahım yox daha doğrusu A sətrim olacaq 4-lərin yerinə mən 3 yazmalıyam. 3, 3, 1, sonra 5, sonra yenə 3, 4-lərin yerinə 3 yazacağım və sonunda da 3. A-nı da çapa verəcəm, yəni ekrana 3, 3, 1, 5, 3 çap olunacaq. Cavab olacaq A variantı. Daha sonra 33-cü suala baxalım. A12, B15, C9. A böyükdür C-dən, A'mız 12. 12 böyükdür 9-dan, bəli. B böyükdür C-dən, 15 böyükdür 9-dan, bəli. Yəni hər iki ifadə ödəndiyinə görə baxırıq C-yə. C-miz nə olur? C plus 13, yəni 9 plus 3. C plus 3, yəni 9 plus 3 o da eləyir 12. C-miz olur 12. Daha sonra baxırıq ifə. A kiçikdir B-dən. A-mız 12-dir. 12 kiçikdirmi B-dən? 12 kiçikdirmi 15-dən? Bəli, ödəyir. Onda keçirik buranı tapırıq. A-mız nə olur artıq bizim? 12 vurulsun 2-yə. 12-ni 2-yə vuranda alırıq 24. Keçirik bura. B böyükdürmü C-dən? B-miz 15-dir. 15 böyükdürmü C-dən? C nə idi? 12. C-miz artıq bax bu qiyməti unudub 12 alıb. Burada almışıq. C-miz 12-dir. Bəli. 15 böyükdürmü 12-dən? Bəli. Onda buranı hesablayırıq. A-mız nə olur? A-mızı sonda tapmışdıq 24. 24-ü də vururam 2-yə olur 48. İndi A-mız kiçikdirmi B-dən? Yəni 48 kiçikdirmi? B-miz nə idi? Deməli, baxalım bura. B-miz 15. Hələ B-in bu qiymətində qalmışıq. 15, 48 kiçikdirmi 15-dən? Xeyr. Yəni ödənmir deyə artıq bu ifin altında olan heç nəyə baxmırıq. Bu şərt ödənmədi deyə heç bir şeyə baxmırıq. Gəlirik birbaşa keçirik buradakı printə. Nəyə görə buradakı printə? Çünki bu else də bu ifin deyil. Bu else bu ifindir. Yəni bu şərt ödənmiş deyə burada baxmayacaqdıq. Ona görə birbaşa gəlib bu printə keçirik. A plus B, A-mız oldu 48, üstə gəldik 15, üstə gəldik C12. Bu da eləyir 60, 75. Cavab olur 33-də Y variantı. Daha sonra 34-cü suala baxalım.
Python ilə yazılmış proqram nəticəsini müəyyən edin. A bərabər 12, B 15, C 9. 12 böyükdürmü C-dən 9-dan? Bəli. B 15 böyükdürmü C-dən 9-dan? Bəli. Bu ifadədə ödəndi, bu ifadədə. Deməli, buranı hesablayırıq. C-miz nə olur? 9 plus 3, 12. C-mizi tapdıq 12. İndi A böyükdür B-dən. A-mız 12-dir. B 12 böyükdürmü B-dən? 15-dən. Xeyr, onda bura baxmırıq. Keçirik birbaşa bura. Çünki bu şərt ödənmişdi deyə artıq biz bu else də baxmırıq deyə. Birbaşa printə keçirik. A-mız 12, B-miz 15, C-miz isə nə oldu? 12. Toplayırıq bunları 24 üzərinə 15 eləyir 39. Cavab olur 34-də. 34-cü sualda Y variantı. Gəlin 35-ci suala baxalım. Deməli, 35-ci sualda bizə deyir ki, proqram dəfələrlə icra edilib, -1-dən 100-ə qədər bütün tam ədədlər növbə ilə daxil edilərsə, neçə dəfə proqram hə ifadəsini çap edər? Deməli, -100-dən 100-ə qədər bir-bir ədədlər, yəni -100, -99 və s. 89 və s. sonuncu 100-ə qədər. Yəni, bu aralıqda bütün ədədlər, belə deyək, bir-bir daxil edilir və neçə dəfə hə ifadəsi çap olunur. Gəlin, baxalım, görəyin, hə ifadəsi bizdə nə vaxt çap olunur? Deməli, biz baxırıq ki, bir x daxil edir, x ədədi daxil, tam ədəd daxil edib x-ə mənimsədirik. Daha sonra k bərabərdir x minus 15 vurulsun 25 minus x. Yəni, belə bir tənlik yazıb. Burada qeyd edək. X minus 15 vurulsun 25 minus x. Və k-mız nə vaxt sıfırdan böyük olarsa, k nə vaxt sıfırdan böyük olarsa, onda ekrana hə çap olunur. Aydındır. İndi biz nəyə baxmalıyıq? Biz artıq burada k nə vaxt sıfırdan böyük olur. Baxın, k hansı qiymətlərdə sıfırdan böyük olur? Bu hala baxmalıyıq ki, hənin çap olunmağını tapa bilək. Deməli, tənliyimiz belədir. X minus 15 vurulsun 25 minus x. Mən indi, mənə lazımdır ki, bu böyük olsun sıfırdan. Bu tənlik böyük olsun sıfırdan. Bu tənliyin sıfırdan böyük olması üçün ya bizim x minus 5'imiz də müsbət olmalıdır. X minus 15'dən müsbət olmalıdır. 25 minus x'imiz də müsbət olmalıdır ki, müsbəti müsbətə vuranda sıfırdan böyük olsun. Ya da ki, əksinə, bunların hər ikisi mənfi olmalıdır ki, mənfini mənfiyə vuranda yenə də müsbət eləsin. İndi gəlin birinci baxağın x-ları müsbət halına. Deməli, x minus 15 böyükdür sıfırdan yazsaq, x minus 15 böyükdürsə sıfırdan, x da nədən böyük olmalıdır? 15-dən. Yəni, qısaca belə deyək də, bu ifadə x-in hansı qiymətində müsbət qiymət alır? 15-dən böyük qiymətlərdə. Doğrudur. Deməli, biz bu ifadədə bu nümunəni, misalı həll edən zaman bir ədəd ox çəkməliyik. Bir ədəd ox çəkməliyik. Bu ədəd oxunun üzərində 15 ilə, yəni burada qeyd olunan nöqtələri, yəni 15-i və 25-i qeyd eləməliyik. 15 ilə 25-i qeyd eləməliyik ədəd oxunda. İndi x-in mənim hansı qiyməti ala bilər? Bax, burada tapdım ki, x böyük olmalıdır 15-dən. Müsbət olması üçün x-im 15-dən böyük olmalı. Mən bu 15-dən, amma 15-i ala bilməsə, 15-i alsa 0 olar. Baxın, x-in yerinə 15 yazsaq nə olar? 15 çıxılsın 15, 0 vurulsun digər 10-a, 0-ı da bu ifadəyə vuranda 0 edir. Ona görə bunu ala bilməz. Bunu ətrafını belə qaralayıram. Dairəyə alıram ki, yəni 15 daxil deyil. X-im amma 15-dən böyükdür. Yəni, belə bir xətlərlə, oxlarla bildirirəm ki, mənim x-im 15-dən böyük qiymət alır. İndi baxıram buranın müsbət qiymətinə. 25 minus x bu da böyük olmalıdır sıfırdan. Doğrudur, müsbət halına baxıram. 25
Çıxılsın x böyükdür 0-dan. Buradan da x-i tapırıq ki, x kiçikdir nədən? 25-dən. Bir də x-in başqa bir qiymətini nə tapdıq? 25-dən kiçik. Yəni x-im həm də mənim 25-dən kiçik olmalıdır. Baxın, indi burada da 25-dən x-in kiçik qiymətlərin ox formasında verirəm. İndi gəlin baxalım burada x-in hansı halları, hansı hissəsində oxlar üst-üstə düşdü. Baxın, bu hissə ilə burada oxlar üst-üstə düşüb. Yəni bizim x-imiz qiymət alacaq 15-dən 25 aralığına. Amma 15 ilə 25 daxil deyil. Yəni daxil olanlar 16 və 24-dür. Daxil olanlar 16, 24-dür. Müsbət halına baxdıq və bunu tapdıq ki, yəni x minus 15-in də müsbət olması üçün, 25 minus x-in də müsbət olması üçün 16-24 aralığının qiymətlərini almalıdır. Bir də biz bunun baxmalıyıq mənfi halına. Məsələn, x minus 15 kiçikdir 0. Bir də 25 minus x kiçikdir 0 halına baxmalıyıq. Buradan alırıq ki, x minus 15 kiçikdir 0 nə eləyir? X kiçikdir 15-dən. Bir də alırıq ki, x böyüdür. Buradan da alırıq ki, x böyüdür, deməli nədən? 25-dən. X böyüdür 25-dən. İndi bunu da bir ədəd oxu çəkib bildirsək, məsələn, burada yenə də 15 ilə 25 qiymətlərini daxil edirik. İndi bizə nə deyir burada? X kiçikdir 15-dən. Bax, belə xətlədik. Bir də x böyüdür 25-dən. Belə xətlədik. Gördük ki, burada artıq üst-üstə düşən oxlar yoxdur, xətlər yoxdur. Aydındır. Ona görə burada heç bir kök ödəmir. Kök yoxdur yazıram. Kök yoxdur. Heç bir kök ödəmir. Bu ikisinin də mənfi olan hissəsinin. Yalnız ödəyən müsbət hissəsidir. Bu da 16-24 aralığıdır. Biz də bunun sayını tapmaq üçün 16-24 aralığında neçə dənə belə deyək, qiymət var. Yəni hər neçə dəfə icra olunacaq. Onu tapmaq üçün böyükdən kiçiyə çıxırıb üzərinə 1-i gəlirik. Bu qaydadır. Yəni hər iki tərəf daxil olduğuna görə, hər iki tərəf aldığına görə böyükdən kiçiyə çıxıb üzərinə 1-i gəlirik. 24-dən 16-nı çıxırıq. Eləyir neçə? 8. 8-in üzərinə 1 gəlirik, olur 9. Burada da cavab olur D variantı 9. Daha sonra 36-cı suala baxaq. Deməli, 36-cı sualda bizə deyir ki, proqramın nəticəsini müəyyən edin. A-mız 12-dir. A 12, B 16, C 14. 12 kiçikdir 16-dan. Bəli, onda C-miz neçə olur? Vurulsun 2. C olur 28. Daha sonra baxırıq. B-miz böyükdür C-dən. B-miz 16 idi. C-miz artıq C-mizin yeni qiyməti var. 28. 16 böyükdür 28-dən. Xeyr. Artıq biz bura baxmırıq. İfin altına baxmırıq. Baxırıq nəyə? Aşağıdakı ifə. A böyükdürmü B-dən? A-mız neçə idi? 12. B-miz neçə idi? C 14 qiymətini unudub artıq. B-miz də 16. 12 böyükdür 16-dan. Yenə xeyr. Yenə bura baxmırıq. Düşürük aşağı. Bu elsə də baxmırıq. Çünki buradakı şərt ödəndi deyə bura baxmağa baxa bilmərik. Sonra düşürük aşağıdakı ifə. A kiçikdirmi B-dən? A-mız 12, B-miz 16. 12 kiçikdir 16-dan. Bəli, onda A-nı tapırıq. A üstəgəl 20. A-mız 12 olduğuna görə burada qiymətimizi verir bizə. 12, 20, 32. Daha sonra düşürük aşağı. Print A plus B plus C. A-mız 32. B-miz 16. C-miz isə 28. Bu da bizə toplayanda verir. 50, 60, 76. Cavab olur 36-cı sualda 76. Daha sonra baxırıq 37-ci suala. Deməli, verilmiş proqram 9 dəfə icra edilmiş və
S, T dəyişənləri üçün növbə ilə aşağıdakı dəyərlər daxil edilmişdir. 1, 2, 11, 2 və s. Yəni bu qiymətlər növbə ilə daxil edilmişdir. Neçə dənədir? 9 dənədir. Saysaq görərik ki, çünki proqramımız 9 dəfə icra edilib. Və bizdə belə deyir ki, S və T dəyişənləri üçün növbə ilə bu qiymətlər daxil edilmişdir. Yəni bizim birincimiz S-dir, bu T-dir. Bu S-dir, bu T-dir. Bu S-dir, bu T-dir. Bu formada dəyişənlər daxil edilmişdir. İndi bizə deyir ki, proqramın icrası zamanı neçə dəfə hə ifadəsi çap olunar? Neçə dəfə hə ifadəsi çap olunar? Gəlin baxalım. S-i daxil edir, T-ni daxil edir. Deyir ki, S böyükdürsə ondan, S-imiz böyükdürsə ondan və T-miz böyükdürsə ondan, onda neynə? Həni çap elə. İndi biz baxmalıyıq ki, baxın. Bizim deyir S böyükdürsə ondan and T böyükdürsə ondan, onda çap et. Print hə. Biz baxmalıyıq ki, bizim S-imiz ondan böyük olsun, T-miz də hər ikisi. Çünki ortada and var. Aydında and var. And nə idi? Hər ikisi ödəməlidir. Bizim S-imiz də, T-miz də ondan böyük olmalıdır. Biz burada baxırıq. S-imizin qiymətinə baxırıq. S 1-dir. Böyükdür ondan. Xeyr. Bu ödəmir. S-imizə baxırıq. S böyükdür ondan. Bəli, S-in qiyməti 11-dir. Böyükdür. Keçib T-yə də baxırıq. T-miz böyükdür ondan. Xeyr. S ödəsə də T ödəmir. Yəni T-nin qiyməti ondan böyük deyil. Ona görə bu da ödəmir. Daha sonra 1 böyükdür ondan. 1 xeyr, ondan böyük deyil, ona görə bu da ödəmir. 11 böyükdür ondan, bəli. 12 böyükdür ondan, bəli. Ona görə bu ifadə ödəyir. Mənfi 11 böyükdür ondan, xeyr, bu da ödəmir. Mənfi 11 böyükdür, bu ödəmir. Mənfi 12 böyükdür ondan, xeyr, bu da ödəmir. 10 böyükdürmü ondan, xeyr, bu da ödəmir. 10 böyükdürmü ondan, yenə xeyr, bu da ödəmir. Cəmi bir qiymətində ödədi. Yəni bizim ekranda hə bir dəfə çap olunacaq. 37-də C variantı. Daha sonra 38-ci suala baxaq. Verilmiş proqram 9 dəfə icra edilmiş və ST dəyişənləri üçün növbə ilə aşağıdakı dəyərlər daxil edilmişdir. Yenə həminki formada S ilə T-ni eyni formada daxil ediblər. İndi bizə deyir ki, proqramın hər icrasında A dəyişəninə hansı ən kiçik, baxın, hansı ən kiçik tam ədəd təyin olunsa, proqram 4 dəfə yox ifadəsini çap edər. Proqram 4 dəfə yox ifadəsini çap edər. Bizdə bayaq həni demişdi, indi yoxdan danışır. Birinci belə bir şeylə yanaşağın ki, belə bir məntiqi ifadə ilə yanaşağın ki, 4 dəfə hə deyibsə, neçə dəfə yox? 4 dəfə yox deyibsə, neçə dəfə hə deyib? Ümumi 9 dəfə icra olunub da, doğrudur. 4 dəfə yox deyibsə, deməli 5 dəfə də hə deyib. Yəni bu normaldır. İndi biz bunu or-la bu ifadə ilə də həni də tapa bilərik. Sadəcə or-la işləmək biraz uzundur. Ən yaxşısı, gəlin elə biz bunun inkarına baxmalıyıq. Yəni belə deyim, inkarı dedikdə. S böyükdür A, or T böyükdür 8. Doğrudur. S böyükdür A, or T böyükdür 8. Bu ödənsə nə olar? Bax, bu ifadə buradakı ifadədir. Oraya yazdım. Bu ödənəndə nə olacaq? Hə çap olunacaq. Hə. Bəs yox nə vaxt çap olunur? Bu ödənməyəndə. Baxın, bu ifadə ödənməyəndə yox çap olunur. Yəni biz sanki belə deyək də, bunun qarşısına bir not yazmalıyıq ki, yəni ödənməsin. Bunun inkarı. S böyükdür A-nın, or T böyükdür 8-in inkarı. Bunun inkarını yazmaq üçün qarşısına bir notu yazdıq. İndi bunun inkarı, yəni S böyükdür A-dan, S böyükdür A-danın inkarı nədir? Yəni S A-dan böyük deyil. Yəni S kiçikdir, bərabərdir A-dan. Sonra orun inkarı nədir? And. Baxın, orun inkarı anddir. T böyükdür 8-in inkarı nədir? T böyükdür 8, xeyr, yəni. T 8-dən böyük olmasın, əksinə olsun. T kiçik bərabərdir 8. Yəni bizim yox qoluna keçməyimiz üçün baxmalı olduğumuz
tənlik belə deyək, yəni məntiqi ifadə budur. Aydındır? S-imiz A-dan kiçik bərabər olmalıdır və T-miz 8-dən kiçik bərabər olmalıdır. Yox qoluna keçməyimiz üçün bu ifadə ödənməlidir. İndi gəlin baxaq. Burada S-in və T-nin qiymətlərinə baxaq ki, ümumiyyətlə neçə dəfə ödənib? Daha doğrusu T-nin qiymətinə baxaq. Çünki S-in nədən kiçik olduğunu biz burada bilmirik. S-in nədən kiçik olduğunu bilmirik. T-nin kiçik olduğu hallara baxaq. T nədən kiçik olmalıdır? 8-dən. Gəlin baxaq. T-nin 8-dən kiçik neçə dənə qiyməti var? Deməli, baxın T burada 2-dir. Bəli, 2 kiçikdirmi 8-dən? Bəli, bu ödəyir. Burada da 2-dir. Yenə bu da ödəyir. Burada 12-dir. Bu artıq ödəmir. Burada 12-dir, ödəmir. Burada ödəyir. T kiçikdir 8-dən. Burada ödəmir. Burada da ödəmir. Burada da ödəmir. Yalnız gəlir bir də burada ödəyir. 5 halında. Deməli T-nin 2, 2, mənfi 12 bir də 5 halında ödəyir. Neçə hal elədi elə? 1, 2, 3, 4. Elə 4 hal elədi. Düzdür? Deməli elə 4 hal eləyibsə elə S-imiz də nədir? S-imizin qiymətləri. Baxın S-imizin qiymətləri deməli biri 1-dir. Digəri də 1-dir. Daha sonra başqa rəng qələm seçəyim görünsün. Deməli biri 1-dir. Digəri də 1-dir. Daha sonra o birisi mənfi 11-dir. Digəri isə 14. Gəlin S-imizin qiymətlərini yazaq. S-imizin qiymətləri 1, sonra yenə 1, daha sonra mənfi 11 və 14. İndi S-imiz bizim bu qiymətləri alır sırayla. 1, 1, mənfi 11, 14. Bizim indi S-imiz A-dan kiçik olmalı deyirik. Mən A-ya neçə yazsam, mənim S-im həmişə bunlar A-dan kiçik bərabər olar. Yəni ən kiçik, A-nın ən kiçik qiyməti neçə yazsam mən A-ya doğru olar. Gəlin bunun üçün birinci bunu, bax bu S-in qiymətləri baxaq ki, ən kiçik S-in qiyməti neçədir? Mənfi 11. Ən böyüyü neçədir? 14. Ortada birlər gəlir. Yəni ən böyük S-in qiyməti 14. Bu 14 nədən kiçik bərabər olmalıdır? A-dan. A-ya da biz ən kiçik hansı qiyməti yaza bilərik? 14-dür. Elə biz A-ya da elə 14-ü yaza bilərik. Aydındır? Yəni A bərabərdir 14. 14-dən başqa ədəd yaza bilərikmi? Bəli, 14-dən müsbət sonsuzluğa doğru istədiyimiz qədər ədəd yaza bilərik. Çünki A-nın istənilən qiymətində S-in bu qiymətləri A-dan kiçik olacaq. Amma ən kiçiyi 14 olmalıdır ki, ən kiçiyi. Çünki S bu 4 qiyməti alsın. Ona görə bizə də deyir ki, A-ya hansı ən kiçik tam ədədi təyin olunarsa, A dəyişəndə. Yəni biz də deyirik ki, 14 qiyməti təyin olunarsa, 4 dəfə yox ifadəsi çapa gələr. Yəni 38-ə cavab olur D variantı. Baxalım 39-cu suala. Verilmiş proqram 9 dəfə icra edilmiş və S-T dəyişənləri üçün növbə ilə aşağıdakı yenə dəyərlər daxil edilmişdir. Yenə də həminki kimi S və T-lər daxil edilmişdir. Bizə deyir ki, aşağıdakı proqramın icrasında A dəyişəninə hansı ən böyük tam ədəd təyin olunsa, proqram 6 dəfə yox ifadəsini çap edər. Yəni 6 dəfə proqramımız bizim nə olmalıdır? Yox ifadəsinin, 3 dəfə də yəni hə ifadəsi çap olunmalıdır. Çünki 9 dəfə icra olunub baxın. 6 dəfə yoxdursa, deməli 3 dəfə də hədir. İndi baxırıq bura. Burada bayaqki nümunə kimidir. Sadəcə burada ən böyük qiyməti istəyir. Kiçikdir, böyükdürün yerində dəyişiklik olub deyə ən böyük qiyməti istəyir. İndi biz baxırıq. Deyir ki, A dəyişənin hansı ən böyük tam ədəd təyin olunsa, proqram 6 dəfə yox. Aha. Proqram yox qoluna düşməsi üçün
Bax, bu şərt ödənməlidirmi? Ödənməlidir yoxsa yox? Ödənməli deyil. Yox olması üçün ödənməli deyil. Yəni else-yə gəlməliyik, yox çap olunsun. Yəni mənim yazdığım bax, S böyükdür A, or T böyükdür 10. Bu ifadə ödənməli deyil. Yəni mən bunun qarşısına bir not yazıram. Yəni inkar edirəm bunu. Aydındır? Mən bunu inkar edirəm. Yəni bu ifadə ödənməli deyil. Bunun inkarı nədir? S kiçikdir, bərabərdir A. Or olur and. Daha sonra T də olur kiçikdir, bərabərdir 10. İfadəmiz bu cür olur. İndi biz baxırıq. Bizim bu ifadəmizdə S-imiz nədən kiçikdir? A-dan. Bilirik A neçədir? Yox. Onda biz baxırıq burada T-nin qiymətinə, T-nin hallarına. T nə olmalıdır? Ondan kiçik bərabər olmalıdır. Biz burada T-nin ondan kiçik bərabər qiymətlərini götürürük. Burada 12 qeyd olunub, bu ödəmir. Burada 10-dur, bu ödəyir. Mənfi 10-dur daha doğrusu. Burada 2-dir, ödəyir. Burada mənfi 5-dir, ödəyir. Burada mənfi 9-dur, ödəyir. Burada 9-dur, ödəyir. Burada mənfi 2-dir, ödəyir. Burada 1-dir, yenə ödəyir. Burada isə 20-dir, yenə ödəyir. Baxın, T-miz bir haldan başqa bütün hallarda ödəyir. T-miz bir haldan başqa bütün hallarda ödəyir. T-nin ödədiyi qiymətlər mənfi 10, 2, mənfi 5 gəlir, yəni ən sonuncusu da 5. Yəni neçə halda? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 halda bizim T-miz ödəyir. İndi gəlin buradan S-in qiymətlərini yazalım. S-in qiymətləri hansılar olar? Bax, T-nin qiymətlərin, gəlin T-nin də qiymətlərini yazım. T-nin qiymətləri T alır birinci mənfi 10. Daha sonra 2, sonra mənfi 5, mənfi 9, 9, mənfi 2, 1 və 5. 1 və 5. Bu T-nin qiymətləri. İndi S-in qiymətlərini yazım. S-in qiymətləri isə mənfi 8, daha sonra 18, daha sonra 5, 1, 10, mənfi 10, sonra 14 və 20. 14 və 20. Burada S-in bu formada deyək də daxil etdiyi, yəni aldığı qiymətlərdir. Amma indi bunların hamısı ödənəcəkmi? Xeyr. Bunların yalnız 6-sını seçməliyik. Bunların biz 6-sını seçməliyik və bizə deyir ki, A dəyişəninə ən böyük tam ədədi təyin edin. A dəyişəninə mənimsədə biləcəyimiz ən böyük tam ədədi təyin edin. İndi biz burada elə bir qiymət yazmalıyıq ki, bizim A-mız elə bir şərt versin ki bizə, bax bu A, elə bir şərt versin ki, S cəmi 6 dənə bunların içindən qiyməti seçsin. Gəlin bunun üçün bu S-in qiymətlərini kiçikdən böyüyə düzəlin. S-in qiymətlərini, bax bunları kiçikdən böyüyə düzəlin. Kiçikdən böyüyə düzəlin. Birinci nədir? Mənfi 10 gəlir. Mənfi 10. Daha sonra mənfi 8. Mənfi 10, mənfi 8. Sonra 1. Sonra 5. Sonra 10. Mənfi 10 getdi. Mənfi 8-i yazdıq. 1-i yazdıq. 5-i yazdıq. 10-u yazdıq. 14, 18 və 20. Doğrudur. İndi mən buradan 6 dənəsini seçsəm. 1, 2, 3, 4, 5, 6. Ən böyük deyib deyə 6-sını seçirəm. Mən indi 6 dənə qiymət yazsam, A-nın yerinə neçə yazıram ki? Bax, 6 dənə qiyməti seçdiyim buradan. S-in 6 dənə qiyməti. İndi mən bu A-nın yerinə neçə yazsam ki, mənim S-imin bu daxil etdiyim bu qiymətlərində bu ifadə cəmi 6-sını götürsün. Yəni 6 dənədən çoxunu götürməsin. Məsələn, mən elə bir qiymət yazmalıyım ki, baxın, mənim S-imin şərti budur. S-im kiçik bərabər olmalıdır A-dan.
S-in qiymətləri bu 6 dənələrdir. Bax, bu 6 dənələrdir S-in qiymətləri. Yəni, S-in mənim birinci -10 kiçikdir A-dan. Daha sonra -8 kiçikdir, bərabərdir A-dan. Ta ki, ən sonuncu nə olur? 14 kiçikdir, bərabərdir A-dan. Mən indi elə bir A-ya qiymət yazmalıyam ki, ən böyük amma, ən böyük qiymət yazmalıyam. Bu şərtdə bizə deyir ki, A dəyişəninin hansı ən böyük tam ədəd. Mən A-ya indi elə bir qiymət yazmalıyam ki, ən böyük qiymət. Bu, gəlsin, mənə versin, belə deyək. 6 dənə bu qiymətləri. Mən A-ya 20 yazsam, bunları da götürər də S-im, düzdür? A-ya 20 yazsam əgər, 20 kiçikdir, məsələn, S-ə 18 versəm, bunu da götürər. Ona görə A-ya 20 yaza bilmərəm. Bəs A-ya 18 yaza bilərəm? Xeyr, çünki 18 kiçik bərabərdir 18 olar. Yenə 18 qiymətini də götürər S. Ona görə mənim A-ya yaza biləcəyim ən böyük qiymət 17-dir. 17 yazsam, 14 deyəcək kiçik bərabərdir 17-dən, bəli, ödəyir. Amma gəlib burada 18 kiçikdir, bərabərdir 17 yazsa, ödəməyəcək. S-ə 18 daxil edib, A-ya 17 daxil etsəm, ödəməyəcək. Ona görə 18-i götürməyəcək, 20-ni götürməyəcək. Yalnız və yalnız 17-ni götürəcək. Yəni, mənim A-mın ən böyük qiyməti 17 olur. Bəs, şərtdə, misalda soruşmur. Bəs, ən kiçik qiyməti olsa neçə olar? Bunu özünüz tapmağa çalışın. Ən kiçik qiymətində də belə deyərik ki, A-ya elə olsun ki, 14-dən kiçik olmasın. Ən kiçik qiymətində də 14-dən kiçik olmalı deyil. Çünki S-imizin ən böyük qiyməti 14-dür. 14 kiçik bərabərdir 14 olmalıdır ki, bu 14-ü də götürsün. Yəni, A-mızın ən kiçik qiyməti də 14 olur. Yəni, bizə ən böyük qiyməti soruşduğuna görə deyirik 17. Neçənci sual idi bu? 39-cu sualda Y variantı. Daha sonra 40-cı suala baxalım. Deməli, verilmiş proqram yenə 9 dəfə icra edilərsə, ST dəyişən 9 dəfə icra edilmiş və ST dəyişənləri üçün növbə ilə aşağıdakı dəyərlər deyir daxil edilib. İndi bizə deyir ki, proqramın hər icrasında A dəyişəninin hansı ən böyük tam ədəd təyin olunsa, proqram 3 dəfə hə ifadəsini çap edir. Artıq bizə burada həni çap eləmək istəyir. 3 dəfə hə ifadəsi çap olunar. Gəlin baxalım, hə çap olunması üçün bizə hansı şərt ödənməlidir? Bu şərt ödənməlidir. S-imiz kiçik olmalıdır A-dan və T-imiz böyük olmalıdır 0-dan. T-imiz böyük olmalıdır 0-dan. Deməli, S kiçik olmalıdır A-dan və T böyük olmalıdır 0-dan. Gəlin biz birinci burada T-nin 0-dan böyük hallarını tapaq. Görək neçədən T-nin 0-dan böyük halları var. 12 böyükdürmü 0-dan? Bəli, bu ödəyir. -10 böyükdür 0-dan? Xeyr, ödəmir. 2 böyükdür, bəli, ödəyir. -5 ödəmir. -9 ödəmir. 9 ödəyir. -2 ödəmir. 1 ödəyir və 5 ödəyir. Deməli, ödəyən halları yazıram burada. 16, 12, yəni T-nin qiymətindən gedir söhbət. Bu cütləri ödədi. Daha sonra ödəyən qiymət 18, 12, 18, 2. Daha sonra ödəyən 19, sonra 14, 1 və 25. Ödəyən qiymətlər budur. Bunlardan da sağ tərəfdəkilər T-nin qiymətləridir, soldakılar isə S-in qiymətləridir. İndi gəlin davam edək. Deməli, T-miz böyükdür 0-dan, bəli. S-imiz də kiçik olmalıdır A-dan və bizə deyir ki, A dəyişəninə hansı ən böyük tam ədəd daxil olmalıdır. Biz gəlin S-in qiyməti kiçikdən böyüyə yenə düzək. Kiçikdən böyüyə düzdükdə S-in qiymətləri bax 10, sonra 14,
Daha sonra 10, 14, 16, 18 və 20. S-in qiymətlərini də kiçikdən böyüyə düzdüm. Mən indi A-nın yerinə nə yazmalıyam ki, mənim neçə qiymətimi götürsün yalnız? Baxın, 3 dəfə. Bu şərtim 3 dəfə ödənsin. Yəni, hər 3 dəfə çap olunsun. Yəni, bu şərt, belə deyək də, S-in 3 qiyməti qəbul olsun. A-ya elə bir böyük qiymət yazmalıyam ki, mənim S-imin bu qiymətlərindən 3 dənəsi böyük götürülsün. Yenidən təkrar edirəm dediyim sözü. Bu sözün mahiyyətini, nə dediyimi başa düşsəz, özünüz tapacaqsınız nə yazmaq lazımdır. Deyirəm ki, mən A-ya elə bir qiymət daxil, elə bir ən böyük qiymət daxil eləməliyəm ki, yalnız S-in bu qiymətlərindən 3-ü götürülsün. İndi mən A-ya 17 yazsam, 10 kiçikdirmi 17-dən? Bax, məsələn, nümunə üçün deyirəm. A bərabərdir 17, nümunə üçün. 10 kiçikdir 17-dən? Bəli. 14 kiçikdir 17-dən? Bəli. 16 kiçikdir 17-dən? Bəli. 18 kiçikdir 17-dən? Xeyr. Artıq bu ödənmir. Amma neçə dənə qiymət ödəndi? 3 dənə qiymət. Düzdür? Yəni, bizə də lazım idi elə 3 qiymət ödənsin. Amma A-nın ən böyük qiyməti sayılır 17. Xeyr. A-nın ən böyük qiyməti sayılmır. A-nın yerinə biz 18 də yaza bilərdik. Baxağın, A-mız olsa 18, 10 kiçikdir 18-dən, bəli. 14 kiçikdir 18-dən, bəli. 16 kiçikdir 18-dən, bəli. İndi keçib 18 kiçikdir 18-dən, xeyr. Ona görə üzərindən xətt çəkirik. Yenə hansı qiymətlər ödənir? Yenə 3 qiymət ödənir. Yəni biz A-mıza 18 də deyə bilərik. Amma 19 desək, artıq burada 18 kiçikdir 19 olar deyə bu qiyməti də götürər. Yəni artıq 19 deyə bilmirik. Yalnız və yalnız 18 deyə bilirik ən böyük qiymət olaraq. Yəni ən böyük qiymətimiz 18 olur. A bərabər olur 18-ə. 40-cı sualda cavab olur B variantı. Daha sonra 41-ci suala baxalım. Deməli, 41-də bizə nə deyir? Yenə deyir 9 dəfə icra edilmiş və ST dəyişənləri növbəyə daxil olmuşdur. İndi bizə deyir ki, A dəyişəninə hansı ən böyük, yenə də ən böyük tam ədədi daxil edərik ki, 4 dəfə hə ifadəsi çap olunsun. Yenə bizə bu 4 dəfə həni çap etmək lazımdır. Baxın, burada deməli, orla verib və həni istəyir. Bizim burada artıq o maraqlı yanaşmamız işə yarayacaq. 4 dəfə hə çap olunubsa, neçə dəfə yox çap olunub? 9 dəfə işləyib də proqram, düzdür? Bunun 4-ü hədirsə, deməli 5-də də yox olub. Doğrudur. Yox olması üçün, baxın, burada biz nə edəcəyik? Bizdən həni istəyir. Amma biz yoxu tapacağıq. Yoxu çıxacaq, cavabı alacağıq. Nəyə görə elə? Çünki burada or verib, orla geçsək daha uzun olur. Çünki orun hər iki ödənən halı çoxdur axı. Yəni ikisindən biri də, iki qolundan biri də true olsa, or qolunun. İki qolundan biri də true olsa, gələk bir-bir onların hər birini yoxlayaq. Amma endlə işləmək daha sadə. Çünki onun yalnız hər iki qolu, hər iki tərəfi belə deyək də, qolu dediyim hər iki tərəfi ödənməlidir ki, yalnız o halına baxaq, götürək. Yəni gəlin belə yazaq. Bizim ifadəmiz nədir? S kiçikdir A, or T böyükdür 8-dən. Bu ödənməlidir. Bu ödənsə hə olacaq. Bu ifadə ödənsə hə olacaq. Amma mən deyirəm ki, gəlin bunun ödənməyən halına baxalım. Yəni bunun qarşısına bir not yazıram. Bunun ödənməyən halın hansı olur? S böyükdür, bərabərdir A-dan and T də kiçikdir, bərabərdir 8-dən olur. Aydındır. İndi baxırıq ki, yenə S-imiz bilmirik A neçədir. A-dan böyükdür.
T-mizdə 8-dən kiçikdir. Biz burada yenə T-nin qiymətlərinə baxırıq. T-nin 8-dən kiçik qiymətlərinə. 12 8-dən kiçikdir. Yox. Yəni ödənmir bu. Bu ödənir, çünki mənfi 18-dən kiçikdir. Bu da ödənir. Bu ifadə də ödənir. Bu da ödənir. Bu ödənmir. Bu qiymət ödənir. 1 də 8-dən kiçikdir. Bu da ödənir. Bu da ödənir. Burada 7 dənə qiymət var ki, bunlar ödənir. Hansılardır? Deməli, mənfi 8, mənfi 10. Daha sonra 18, 2, 5, mənfi 5. Daha sonra 1, mənfi 9. Mənfi 10, mənfi 2. 14, 1 və 25. Bu qiymətlərdə, bax, bunlardan da birincisi S-dir, ikincisi T-dir. Bu qiymətlərdə bizim nə ödənir? Bu ifadəmiz ödənir və yox qoluna gedib çap olunur. İndi biz gəlin belə bir yanaşma aparaq. Bizim 5 dəfə yox qolu çap olunması üçün S-imiz A-dan böyük olmalıdır. Biz yenə nə etməliyik? S-in qiymətlərini kiçikdən böyüyə düzməliyik ki, baxaq görək, A-ya nə yazsaq 5 dənəsi ödənər. Deməli, gəlin S-in qiymətlərini kiçikdən böyüyə yazalım. Ən kiçiyi mənfi 10, daha sonra mənfi 8, mənfi 10, mənfi 8, 1, sonra 5, 14, 18 və 20. Mənfi 10, mənfi 8, 1, 5, 14, 18 və 20. Bu oldu S-in qiymətləri. Bu oldu S-in qiymətləri. İndi bizə lazımdır ki, bu S-in qiymətləri nədən? A-dan böyük bərabər olsun. Gəlin baxaq. A-ya da bizdə nə istəyir? Ən böyük tam ədəd. A-mız olsun ən böyük tam ədəd. Mən A-nın yerinə elə bir ədəd yazmalıyam ki, mənim buradakı ifadəmdən yalnız 5-i ödənsin. Baxın, burada neçə dənədir? 3, 6, 7. 7 dənə ifadədir. Mən A-ya elə bir qiymət yazmalıyam ki, bunun yalnız 5-i ödənsin. Aydındır. Bunlardan yalnız 5-i ödənsin. Yəni S-im A-dan böyük bərabər olsun. İndi mən S-ə 18, S-ə yox, daha doğrusu A-ya 18 versəm, düşünün ki, A-ya yazmışam 18. 18 A-dır. Bizim A-mız deyək ki 18. Mənim indi burada S-im hansı qiymətləri ödəyər? Böyük bərabər olanda. Baxın, S-im böyük bərabərdir A-dan. A-ya da 18 versəm, mənim S-im 1 18 olanda, bir də 20 olanda götürəcək. Yalnız 2 halında götürəcək. Düzdür? Ona görə mən A-ya 18 verə bilmərəm. Mən A-ya daha aşağı qiymət verməliyəm. 5 dəfə ödənməsi üçün 1, 2, 3, 4, 5. Bu 5. Mən A-ya versəm 1. Baxın, A-ya versəm 1. Mənim S-im nədən böyük bərabər olmalıdır? Mənim S-im nədən böyük bərabər? A-dan, yəni 1-dən. Yəni, baxın, 20 böyük bərabərdirmi 1-dən? Aha, ödəndi, bəli. 18 böyük bərabərdir 1-dən, ödənir. 14 böyük bərabərdir, ödəyir. 5 də böyük bərabərdir 1-dən. A-mız, yəni S-imiz 1 böyük bərabərdir 1-dən. Baxın, ən kiçik qiymətində də ödəyir. 1-dən böyük bərabər. S-in ən kiçik qiymətində. Amma bu 1 A-nın ən böyük qiymətidir. A-nın ən böyük qiymətidir. Aydındır? Yəni, A-mızın yalnız bir qiymətində bizim bu S-imiz 5 dəfə qiymət ala bilir. Yəni, 5 qiymətini ala bilir. A-nın ən böyük qiyməti 1 olduqda. Yəni, bizim cavabımız olur B variantı. 41-də B. Daha sonra baxalım 42-ci suala.
Python dilində yazılmış proqramın bizdən təyinatını istəyir. Demişdim ki, təyinatı müəyyən edən zaman ən yaxşı metod, ən yaxşı üsul o proqramın yerinə ədədlər daxil edib, nə istəyirsə daxil edib onu həll etməkdir. Bizdən n int input istəyir. Gəlin bir n-ə ədəd daxil edəyik. N-imiz olsun neçə? Məsələn, 1648. İndi A bərabərdir A, B, C. Burada 3 ədəd verib. A-nı, B-ni, C-ni tapır. 3 rəqəmli. Burada 3 rəqəmli ədəd daxil etməliyik. Burada 3 rəqəmli ədəd daxil etməliyik. Gəlin bir 3 rəqəmli ədəd daxil edəyik. Məsələn, 358. A-mız nə olur? A-mız olur. 358-i 100-ə böləndə tam hissə nə olur? 3. A-mız oldu 3. B-miz olur. 358-i 10-a bölürük. 35. Onun qalığını götürürük. Yenə 10-a bölüb qalığını götürürük. 35-i də 10-a böləndə qalıq olur 5. B-miz oldu 5. C-miz də olur. 358-i 10-a bölüb qalığını tapanda olur 8. C-miz də oldu 8. İfə 8 yazdım. C-miz də oldu 8. Deməli, əgər A böyükdürsə C-dən, A-mız nədir? 3. 3 böyükdürsə 8-dən, onda A-nı çap elə. 3 böyükdür 8-dən, xeyr, onda bura düşmürük. Düşürük else halına. Deyir, əgər A kiçikdirsə 8-dən, 3 kiçikdir 8-dən, bəli, onda nəyi çap elə? C-ni. C-miz də neçə idi? 8. Yəni, ekrana 8-i çap eləyirik. Deməli, biz 3 rəqəmli ədəd daxil elədik. 3 rəqəmli ədədin 3 ilə 8-i, yəni birinci rəqəmi ilə 8-ci rəqəmi müqayisə edib ekrana ən böyüyünü verdik. Deməli, 3 rəqəmli natural ədədin ən böyük rəqəmini çap edir yox. Mən ən böyük rəqəmi ortaya versəydim, heç bilməyəcəkdi bu. Deməli, 3 rəqəmli natural ədədin birinci və ikinci yox, birinci və sonuncu olsa düz olar. Rəqəmləri müqayisə edərək. Ən kiçik rəqəmi də deyil. Burada sonuncu yazılsa daha doğru olar. 3 rəqəmli natural ədədin birinci və sonuncu rəqəmləri müqayisə edərək ən böyüyünü çap edir. Yəni, bu formada yazılsa cavabımız C ola bilər. Amma başqa heç bir variantda uyğun gəlmir. Daha sonra sonuncu sual, 43-cü suala baxalım. Deməli, Python dilində yazılmış proqramın yenə təyinatını istəyir. Gəlin A-ya bir ədəd daxil edəyək. Məsələn, A-ya daxil edədiyimiz ədəd olsun 1608. 1608. Sonra nə edir? A-nı setr edir, daha sonra listə çevirir. Yəni, A-mız olur 1, 6, 0 və 8. Daha sonra bunu listə çevirdi. Sonra bunu sort edir. Sort nə edirdi? Kiçikdən böyüyə düzürdü. Yəni, kiçikdən böyüyə 0, 1, 6 və 8 formasında düzürük. Sonra K bərabərdə A count 0. K-mız bizim sıfırlarımızı sayır. Neçədən sıfırımız var? 1 dənə. Onda K-mız olur 1. Bura yazıram 1. K-mız oldu 1. Deyir, əgər K böyükdürsə 0-dan, K-mız 1 idi. Yəni 1 böyükdürsə 0-dan, 1 böyükdürsə 0-dan, onda A0, AK belə bir yazılış yazıb. Gəlin baxalım, bu nə demək? Ya deyir ki, A0-ımız nədir? Burada qeyd eləməyib. İndi belə deyək də, yəni A0-cı ədədimiz AK-ya bərabər olacaq. Bu formada izah edeyim. AK-mız isə A0-a bərabər olacaq. İndi AK neçə, K neçə olmuşdu? 1. K-ların yerinə gəlin 1 yazağın. Deyir ki, A0 A1-ə bərabərdir.
Baxın, bizim sonuncu aldığımız listimiz bu idi. Gəlin bunu indeksləyirik. 0, 1, 2, 3. İndi bizə deyir ki, A0 A1-ə bərabərdir. A1-imiz nədir? 1. Bizə deyir ki, burada A0 A1-ə bərabərdir. Yəni, mən A0-ı eləməliyəm 1. Baxın, sanki bunun üzərindən bir xət çəkib bura yazmalıyam 1. Yeni qiymətim, A0-ın yeni qiyməti 1-dir. İndi deyir ki, A1-də bərabərdir A0-a. Bu yazılış onu bildirir. A1 də bərabərdir A0. A0-ımız neçə idi bayaqları? İndi deyirsiniz ki, müəllim, A0 artıq 1 oldu. Niyə mən bunu belə yaza bilmərəm? İndi A0-a da 1 deyim də, aşağıda 1 yazdım. Yox, bunlar belə deyək də, eyni sütunda yazılıblar deyə, eyni sətirdə daha doğrusu yazılıblar deyə. Bunlarda yəni hamısı birdən icra olunur. Yəni hələ dəyişməyib. A0 heç hələ dəyişməyib. Aydındır? A0-ımız 0-dır. Yəni bunları eyni sətirdə yox, alt-alta sətirdə yazsaydıq, yəni düşündüyünüz, dediyiniz kimi, yəni mənim dediyim kimi ola bilərdi. Amma eyni sətirdə yazılıb deyə A0-ımız 0 qiymətini götürürük. Bizə də burada deyir ki, A1 bərabərdir A0-a. A1-imiz nədir? 1-dir. A1-imizi nə ilə əvəz edirəm? 0-la. Aydındır? A0-ımız 1 olur, A1-imiz 0 olur. Sanki yerlərini dəyişir bu iki dənə 0-la 1. Sonra digərlərini də yazıram. İkinci, üçüncü sətrimizi də yazım. 8-dən 6-na. Aha, bunları da yazdım. Sonra deyir A nöqtə join A. Join nə iş görürdü? Listi sətrə çevirirdi. Yəni bunların hər birini birləşdiririk və sonda bunu int-ə çevirir. Yəni 1, 6, 8, 0 dırnaqlar silinir və ekrana çap olunur. Ekrana çıxır 1068. Baxın, 1608-i daxil elədim. 1608-i daxil elədim. 1608-i. Ekrana nə çıxdı? 1068. İndi mən deyə bilərəmmi ki, daxil etdiyim daha doğrusu ədədin rəqəmlərindən istifadə etməklə ən kiçik ədəd yaratdı. Baxın, daxil edilmiş natural ədədin rəqəmlərindən istifadə etməklə ən kiçik ədəd, yəni ondan düzələ biləcək ən kiçik ədədi yaratdım. Gəlin indi variantlarda baxaq. Daxil edilmiş natural ədədin rəqəmləri arasında xeyr, bu deyil. Rəqəmlərin artım ardıcıllığı ilə bu da deyil. Daxil edilmiş natural ədədin rəqəmlərindən düzələn ən kiçik ədədi. Bəli, C variantı. Daxil edilmiş natural ədədin rəqəmlərindən düzələn ən kiçik ədədi çap etdim. Cavab oldu C variantı. Suallarımız bitdi deyəsən. Bəli. Çox sağ olun. İzlədiyiniz üçün ümid edirəm faydalı olar. 11.4-ün izahın gəlməyini istəyirsinizsə, rəylərdə bildirin. Sağ olun.